Salam əziz dinləyicilər, xoş gördük hər birinizi. Bugün çoxumuzun sevdiyi və sağlam hesab etdiyi yaşıl çayın insan orqanizminə olan faydalarından və zərərlərindən danışacağam. Bəs həqiqətən yaşıl çay nə qədər faydalıdır? Hər gün içmək doğrudurmu? Və ən vacibi kimlər üçün zərərli ola bilər? Bu barədə ətraflı məlumat almaq istəyirsinizsə, videonu sona qədər izləməyi, bəyənməyi və paylaşmağı unutmayın. Son illərdə yaşıl çaya maraq daha da artıb və bir çox insan onu arıqlamaq, sağlam qalmaq və enerjini artırmaq üçün istifadə edir. Bilindiyi kimi yaşıl çay bitkisinin yarpaqlarından hazırlanır. Lakin digər çay növlərindən fərqli olaraq minimal emal olunur. Bu da onun tərkibindəki faydalı maddələrin, xüsusilə antioksidantların qorunub saxlanmasına səbəb olur. Bu antioksidantlar orqanizmdə hüceyrələri zədələyən sərbəst radikallarla mübarizə aparır və ümumi sağlamlığın qorunmasına kömək edir. Məhz bu xüsusiyyətinə görə yaşıl çay bir çox mütəxəssis tərəfindən sağlam içki kimi tövsiyə olunur. Yaşıl çayın faydalarından danışarkən ilk növbədə onun maddələr mübadiləsinə təsirini qeyd etmək lazımdır. Bu içki metabolizmi sürətləndirə və yağ yandırılmasını dəstəkləyə bilər. Buna görə də arıqlamaq istəyən insanlar tez-tez yaşıl çaya üstünlük verirlər. Amma burada vacib məqam odur ki, yaşıl çay tək başına möcüzə yaratmır. Düzgün qidalanma və fiziki aktivliklə birlikdə istifadə edildikdə daha təsirli olur. Bundan əlavə yaşıl çayın ürək-damar sisteminə müsbət təsiri də geniş şəkildə araşdırılmışdır. O, qanda pis xolesterinin səviyyəsini azaltmağa kömək edə, damarların elastikliyini artıra və qan dövranını yaxşılaşdıra bilər. Bu isə ürək xəstəlikləri riskinin azalmasına səbəb ola bilər. Müntəzəm və düzgün istifadə olunduqda, yaşıl çay ümumi ürək sağlamlığını dəstəkləyən faydalı bir içki hesab olunur. Yaşıl çayın beyin fəaliyyətinə təsiri də diqqətə layiqdir. Onun tərkibində olan kafein insanı daha ayıq saxlayır, diqqəti və konsentrasiyanı artırır. Eyni zamanda yaşıl çayda olan bəzi maddələr sinir sisteminə sakitləşdirici təsir göstərərək stres və gərginliyin azalmasına kömək edə bilər. Bu maraqlı bir balans yaradır, həm enerji verir, həm də rahatladır. İmmunitet sistemi baxımından da yaşıl çayın rolu əhəmiyyətlidir. O, orqanizmin müdafiə sistemini gücləndirə və xəstəliklərə qarşı daha davamlı olmağa kömək edə bilər. Xüsusilə mövsümi xəstəliklər zamanı yaşıl çaydan istifadə etmək faydalı ola bilər. Yaşıl çayın dəri sağlamlığına təsiri də unudulmamalıdır. Antioksidantlar dərinin daha sağlam görünməsinə kömək edir. Erkən qocalma əlamətlərini gecikdirə bilər. Bəzi insanlar yaşıl çayı həm içki kimi, həm də kosmetik məqsədlərlə istifadə edirlər. Lakin bütün bu faydalarına baxmayaraq, yaşıl çayın bəzi mənfi tərəfləri də var və bunları nəzərə almaq lazımdır. Ən əsas məsələlərdən biri onun tərkibində kafein olmasıdır. Həddindən artıq istifadə edildikdə yuxusuzluq, əsəbilik, narahatlıq və ürək döyüntüsünün artması kimi hallar yarana bilər. Xüsusilə kafeinə həssas olan insanlar bu təsirləri daha çox hiss edə bilər. Digər bir məsələ mədə ilə bağlıdır. Yaşıl çayı ac qarına içmək bəzi insanlarda mədə turşuluğunu artıra, yanma və narahatlıq yarada bilər. Bu səbəbdən onu yeməkdən sonra müəyyən müddət keçdikdən sonra içmək daha məqsədə uyğundur. Yaşıl çayın dəmirin sorulmasına təsiri də vacib məqamlardan biridir. Yeməkdən dərhal sonra içildikdə orqanizmin dəmiri mənimsəməsini azalda bilər. Bu isə xüsusilə anemiya və ya dəmir çatışmazlığı olan insanlar üçün problem yarada bilər. Həmçinin çox miqdarda yaşıl çay içmək bəzi hallarda baş gicəllənmə, halsızlıq və hətta təzyiqin aşağı düşməsinə səbəb ola bilər. Bu səbəbdən çox faydalıdır deyib həddindən artıq istifadə etmək düzgün deyil. Bəs kimlər yaşıl çayı ehtiyatla istifadə etməlidir? Hamilə və süd verən qadınlar, ürək xəstəlikləri olan insanlar, aşağı qan təzyiqindən əziyyət çəkənlər, mədə problemləri olan şəxslər və kafeinə qarşı həssaslığı olanlar yaşıl çayı ya məhdudlaşdırmalı, ya da həkim məsləhəti ilə istifadə etməlidirlər. Sağlam insanlar üçün yaşıl çay düzgün istifadə edildikdə faydalıdır.
Tövsiyə olunur ki, gündə 1-3 fincan kifayət etsin. Ac qarına içməkdən çəkinmək, axşam saatlarında isə çox istifadə etməmək məsləhətdir ki, yuxu pozulmasın. Bundan əlavə yaşıl çayın düzgün hazırlanması da vacibdir. Çox qaynar su ilə dəmləndikdə faydalı maddələrin bir hissəsi itə bilər və dadı acılaşa bilər. Ən idealı bir qədər soyumuş, yəni qaynadıqdan sonra bir neçə dəqiqə gözlədilmiş su ilə dəmləməkdir. Nəticə olaraq demək olar ki, yaşıl çay sağlamlıq üçün bir çox faydalar təqdim edən dəyərli bir içkidir. Lakin onun təsiri istifadə miqdarından və düzgün qaydalara əməl olunmasından asılıdır. Nə qədər faydalı olsa belə, həddindən artıq istifadə sağlamlığa zərər verə bilər. Əgər bu video sizin üçün faydalı oldusa, videonu bəyənməyi, kanala abunə olmağı və bildirişləri açmağı unutmayın. Sizin üçün daha çox belə faydalı və maraqlı məlumatlar paylaşmağa davam edəcəm. Sağlam qalın və növbəti videolarda görüşənədək. Sonda onu da qeyd edim ki, bu video məlumat xarakteri daşıyır. Əgər hansısa sağlamlıq problemi yaşayırsınızsa, öz həkiminizlə məsləhətləşin.